Herkes salam Kripto Azərbaycan izləyiciləri, yeni bir video ilə daha qarşınızdayım. Dostlarım, bugün bildiyiniz kimi formulanın artıq sonuncu, 3-cü final bölümündəyik. Burada səhər yeməyimizi yeyək, keçid edirik Formula 1-ə. Uşaqlar, bu arada bura gəlsəz Starbucks-a, yəni bu sendviçi tövsiyə edirəm. Dadı mükəmməl. Sizə verilmiş Hint toyuqlu sendviç. Hint toyuqlu sendviç. Çox dəhşət bir şey. Bugün kusuyor takdir ha. Evet. Günləri yekun gündür. Mikrofon səndə yaxında yanar. Narahat olma. Bugün yekun gündür. Birazdan 15:00-da Alim Qasımov Azərbaycan himnini səsləndirəcək. Ondan sonra isə əsas yarış mərhələsi başlayacaq. Dünənləri bilmirəm izləyənlər var və yaxud yox. Ferrari pilotu Leclerc qəzaya uğradı. Ondan əlavə olaraq bizim də sponsorumuz olan GTO-nun sponsorluğu ilə Red Bull yarışçısı Verstappen birinci yerdə tamamladı və bu günləri ilk o başlayacaq, belə deyim. Görək, Red Bull'un udmasını istəyərəm, təbii ki. İndi bizim sponsordur deyənə yox, Verstappen daha çox sevirəm. Mercedes'i də istəyərəm. Amma bu dəfə McLaren aparmasın. Çünki sezon başlayandan artıq McLaren aparır. İnansan, amma bu şeylər mənim vecimə deyil, bilirsən. Çünki marka savaşıdır. Bəli, sənə dünənlərim dedim. Bunlar uşaqlar hamısı marka savaşları. Amma yəqin ki, kimlərəsə kimin maraqlıdır. pulu daha çoxdur. Kimlərəsə maraqlıdır. Çünki onlar daima öndədir, güc göstərirlər. Yəqin ki, kimlərəsə maraqlıdır. İstəmədiyi ki, ancaq kriptovalutadan danışaq. Biraz da formuladan danışmaq lazımdır. İndi qalxırıq yuxarı, qalxaq oturaq. Hə, qalxaq baxaq. Dünənki videodan da görmüşdünüz, yerimiz yaxşı değildi. Necə yaxşı değildi? Yəni çox sürətli keçirdi maşınlar. Baxa bilmirdik. Amma bu günləri çox gözəl yerdəyik. Dostlar, bugünkü yerimiz çox qəşəngdir. Birinci gündə buradaydıq. Azər qardaş biraz baxdı, düşdü. Mən sizə kadrlar götürmüşdüm. Amma dünənki yerimiz o qədər qəşəng değildi. Çünki sürətli keçirdilər. Bugünkü yerimiz isə yenə birinci gündəki yerimizdir və fırladıb göstərəcəm indi sizə. Çox möhtəşəm yerdəyik. Düz Qoşaqala qapısının yanında və burada döngə çox sərt olduğuna görə maşınlar dayanırlar və buradan keçəcəklər. Biz bunları rahatlıqla görə biləcəyik. Ona görə bugün çox möhtəşəm gündür və buradan, qarşıdan, ekranlardan deməli him yerini və ondan sonra yarışın başlanmasını falan hər şeyi buradan izləyə biləcəyik. Bugün məncə Formula 1 üçün çox möhtəşəm gün olacaq. Yenə də bugün Alim Qasımov himni oxuyacaq, Azərbaycan himnini. Birinci dəfədir o da, ilk dəfədir. Demək olar ki, bütün maşınlar hazırda, bir neçə dəqiqəyə başlayır, sizə də göstərim. The engines are fired up. This is what you come here for. It is time for the 2025. Öğretti. İndi ona görə
because soon medium tire will start as the performance will. Deməli yoldaşlar, hal-hazırda 51 kruq var bilirsiniz də. Yəni həqiqətən mənim marağım olmadığı üçün yarışa sonuna qədər baxmadıq da. Sadəcə 7 kruquna baxdıq və dəhşət dərəcədə təkərin iyi gəlir. Yəni onu da mən götürə bilmirəm şəxsən. Ona görə indi oradan çıxış etdik. Yəqin 1 saata falan da yarış bitər. Hələ ki buradayıq və dostumuz İsməti gözləyirik. O da gəlsin, onunla da elə qapanış videosunu edəcəyik. Bunu da tanıdınız da uşaqlar. Qismət. Necəsən? İsmət, qismət. İsmət, sağ olun. Kripto patladan adamlar. Kriptograf. Bunu da uşaqlar kanalına abunə edirsiniz. Yazıqdır, Allah'a qatır. Abunə olun, sağ ol. Sən necəsən? Sənkilərdir. 23-cü gələcək uşaqlardan kimsə yarışırsın. Hə, onlara bilet vermədilər. Son anda onları fırlatdı. Desən 1-2 günü verdilər, sonra vermədilər. Yo, 1-2 günü ümumiyyətlə. Elə bizə 2 dənə bilet verdi. Səncə ona? Qaqazan, sənə də bütün günlər verilir. Hə, 4. Hanı və Binance-ın logosu. Deyirəm bu oynasın. Köynək zadı veriblər. Dünən var idi. Nədə o? Binance-ın şotuna gəlməmsən bura. Aranın. Gate'in Red Bull'la bir yerdə. Hə? bizə- Sən veriblər ona? Game Map bu cinayət. Sən geyimsən, mən niyə geyinməliyəm ki? Sən qaqa, Mən nə 3 deyim, gündə əynindən çıxartmırdın. Hədə 3 gün geyinmirəm, bəs. Bağasın, nə Sağ ol, Allah kömək Bu olsun. kanala çəkirsən. Hə, YouTube-da yayınlanacaq. Salam aleykum. Uşaqlar, kriptografdır kanalı. Bir dənə söhbət belə deyir, canavarlar bilir kimi çağırmaq lazım. Bildin də? Allah, o YouTube kanalının özü nə açıb bilmir. Nə gəldi? Kriptodan başqa hər şeyi kanalda tapa bilərsiniz. Xırda da yavaş. Çətindir. Zarafasız qazana bilirsən yoxsa? Çətin, hə? Qazana bilirsən. Belə maşın almışam, paltarıyan. Bir ət çəkən maşını da Ət var. çəkən var idi, onu belə almışdım. Öz gücü var. Öz üzümə aldığım ət çəkən idi, amma belə almışım. Ya zarafasız tam səmimidir həqiqətən. Kriptoda qazanc var yığıb. Kriptoda qazanc birinci bacarıqdır lazım. Birincisi bilmək lazımdır nə edirsən. Hansı proyektə daha yaxşı yatırım edirsən. Yəni başın çıxmalıdır. Düzdür? Proyektə araşdırmalısan, tapmalısan. Mən özüm məsələn hansısa proyektə girə bilərəm. Düzdür? Mən belə deyək ki, öz portfelimi nəzərə alıb girəm də o proyektdə. Bəli. Yəni Büdcə bölgüsünü düzgün mən məsəl üçün şəkildə. bilmirəm ki, Azərin portfeli nə yerdədir. Və yaxud bilmirəm Azərin psixologiyası nə yerdədir və mən Azərə deyirəm ki, Azərdən falan coin-i alıram. Düzdür? Nice. Mən onu 1 saatdan sonra sata bilərəm, 10 gündən sonra sata bilərəm. Amma bilmirəm axı sən nə edəcəksən. Düzdürmü? O məsələyə görə məsəl üçün mənim sənin Azərin özün başa çıxmalıdır ki, özü başa düşsün ki, açmaq lazımdır satmaq. Elə adamlar var ki, Düzgün alır, yerdə məsəl üçün, almaq, düzgün yerdə Elə satmaq. adamlar ki, alır məsəl üçün. Token 50 qat verir, yenə də satır. 2x eləyir məsələn deyək, 2x. Hə. Dirənir, 5x eləyir, dirənir, satmır. Gəl sonra bir dənə riski düşür, deyir ki, niyə belə oldu? Kriptoda qazanc yox. Salam melek. Ona görə hər zaman bilirsən nə etməlidirlər. İlk qoyduqları mayanı dəyərləndirib çıxartmalıdırlar. Məsəl üçün, balans deyək ki, $1000 yatırım eləmisən. Yəni yatırımı götür. Hə, $1000 oldu 2000, o öz qoyduğun mini götürür, o biri $1000 risk elə özünə. Şirə istəyirsənsə davam et. Nice. Əsas o pulu götür. Düz bəzi coinlər var ki, alırsan alan kimi düşür, o heç də. O heç də. O əsasən meme coinlərdə ən çox Məsələn, rast bəzi gəlir. coinlər var ki, 1000 qoyub 50.000 də götürmək olar. MX yadlar. MX dəhşət. Başqa bilmirsən də bir coin 50.000 Yox. götürmək olar. Bilirəm. Amma demirəm. GTO bizə siqnal vermişdi. Bilmirəm, sənə demişdim ya yox. Hyperbot. Sən nə deyirlər ona? Insidersən sən. İçərdən gizli məlumatları qardaşına alırdı. Naxarsızlanırsan. Yo, zarafatsız biz siqnalı götürdük GTO-dan. Yəni adamlar bizə demişdi də, başa düşdün, yüksələcəyini demişdi. Bu gün 3 qat verdi, bax bu gün. Bu gün ayın 21-dir, sentyabrın 21-i. Hansı coin? Hyperbot. Hə, o. Yəni bundan öncə bilirsiniz də uşaqlar, elə onun sponsorluğu ilə buradayıq. İndi bu yox, bu Binance tərəfdədir. Yəni bilirsiniz də, Binance bərbad bir jar. Hərəmiz bir adam şeyin, hərəmiz bir məsləbə qulluq edir. Qaqaz. Formula 1-dən danışdı. Formula 1-ə gəlir. Formula 1-də Max Verstappen'dir, nədir? O birinci yerdə gedir, yəni. Hal-hazırda Red Bull. Amma odur da birinci yer. Mən də başa salmışam, başı çıxmırdı. Elə mən Amma bir danışmışam. dənə onu tanıyıram. Bilirəm ki, o Mən birinci Formula yerdə gedir. 1-dən ancaq mən danışmışam. Qardaş, məndə kriptovalyuta var. Ondan Bura başqa. belə təsadüfən gəlmiş adam. Azər girib ancaq qiymətlərdən danışır. Bu Allahın ağlı yoxdur. Bura gələn ağlı yoxdur. Qala 6000, sənin biletin bilirsən, $2000 yaxın dəyərdədir. O niyə satmadın?
Səndən çıxmayanmış. 530 dollar ya. Alıcı tapmadın yoxsa zarafatsız niyə tapmadın? Likvidiyam da deyəsən sən. Hər bir gün 530 dollar, biri 360 Bu dollar. günləri 360 idi. Yo, dünən 360 idi. Zarafatsız niyə satmadın? 3 gün 530 Valla dollar. açıq elə bir şey fikirləşməmişəm mən. Sənə Binance pul ödəyir əlavə videolara görə. Mən elə Bəs niyə satmadın? Bedava da, yəni lopağa gəlirəm. Gəlməyə niyə Budur. 1100. 1150 dollar. Oy. Sənə vəbşey baha yerdən veriblər. O Bəlkə Bunu mən niyə satım? Bunu mən iştirak eləməliyəm. uşaqlar buna baxın biletə. Yaxın. Oy. 1150 dollar. 1150 Bir elə dəqiqə sən girişin orada 1150. da Bir dolar artırma. 1150. De orada, startdayam. Əsas O girişlərdə deyəm. səs eləmən uşaqlar biz dilənçiyik. Çək bunu. Bunu çək, mənə çəkmə. Binance-ın bazarı Bir il yaşaya bilər, diləndəm neydi? 1150 dollar vuranda 4-ə. bax, vallahi billahi. 4600 dollar. Onun qiymətimizi niyə göstərdin? Bildiniz. O demə bizdən də bahalı bilet. Həqiqi Bir Binance. tərəf var da Binance ona ödəniş eləmir. Mənə o son anda verdilər. Amma sənə Heç nə vermir, əlavə heç nə vermir. video üçün nə qədər almısan? Video işte o videoları. Neçəyə Binance-a satılmısan? 235 dollara aya. 235. Və dolanışıq oldu. O da girəm OBA qəqələ alan kimi. Zarafatsız gate yox. Amma reklam getdi eləmə. O marketə. Zarafatsız gate yox. Biletlərə indi bildik ki biz əslində loxlanmışıq. Binance-ın fərqi həqiqətən çox böyükdür. Binance Var, həqiqətən. hə, yəni gördünüz də bizim biletlər 530 dollardır. Bunun biletinin biri 1150 dollardır. Bunda biri 1150 dollardır. Bizdə dəstəsi 30 qəpikdir. 7 nəfərə gəlmiş. Neçədən bilet verir? 4 dənə. 4 dənə verib. Dörd dənə. Belə baxanda hə də. 4 Onun videoqrafı yoxdur. Sənin videoqrafın var. Buna pul da verirlər də əlavə. Hə, bizdə Bizdə 2 dənə biletdir. Fikirləşib ki 2000 dollar bir biletə verməkdənsə, belə 2 nəfərə biz 2000. Yəni o ağıllı. Məsəl üçün mənə verərdi 100 dollar bilet, qalanı verərdi belə. Burada gəlim var, amma burada yazım yapışdırım, Binance fırlanım burada. Vermir axı, sonra dorasında. hə, indi biz tutduq temanı. Uşaqlar indi yəni aydın oldu. 2 nəfər olduğumuza görə. Hə. Ona görə 530 dollar. Deməli Amma 530 belə dan gəlir çıxır, belə 1060. Bəli. yenə də qaqa səndən ucuz düşürük. Zaten sən- Başa düşürük. Sən maliyyələşirsən də sən, səni maliyyələşdirirlər. Maliyyələşdirirlər. Olmaz ya bunlar. İmişdən gəlibsən Bakının ortasında özün üçün. Dincəlirsən burada, kef eləyirsən. Qudurmuşam. Yeyib içməyə Hiss eləyirəm. Nə yeyirsən burada, neylə bəs? Qaqa, bir manat buradan çıxandan sonra bir manat 50 qəpiyə dönər ayır abi. Burada yaxşı dönər var, üstə verirlər. Qəşəng doğru dönərdir. Gedib çəkilişdən sonra. Formula 1-ə baxanlara bax dönər. Hə, qaqazo. Dünən nə burada dönərə 12 manat pul verib. Arda, Burada, içəridə. Qaqazo. içəridə olan. 24 manata dönər aldı. Mən belə 20 manat- təsadüfən bir dənə piva aldı. Ay özümü sındırmamaq üçün 12 manatdan keçdim də. Ancaq ki o deyil də, 12 manat. Tək biz deyil. Həm də bu haram. 12 manata mən xal oğlandan yığırıq, normal yeyib içirik. Vallahi. Hə, elə deyil. Elə yox. 50 manat. 12 manatla maksimum buradan ora qədər getmək olur. Zarafatsız Bakıda qiymətlər absurd dərəcədə çox yüksəkdir. Burada Bakıda qalanların Allah özü kömək olsun. Məncə Bakıda yaşayan hər bir vətəndaş normal yaşaması üçün 3000 manat ən azı aylıq gəliri olmalıdır. Əgər aylıq gəlirin 3000-dən azdısa, deməli sən yaşamırsan, sürünürsən. Ona görə nə etməlisən? Kriptovalyutaya, spot yatırımlarına yönəlməlisən. Həqiqi mənada. Yoxsa yəni sən necə partladacaqsan? Durduğun yerdə kimsə gətirib sənə balansı var və ya cibivə və ya evə 100.000 dollar. Smart ev almaq çox çətindir. Ona görə uşaqlar kriptovalyutada bir ümid var. Baxın illərdir kriptovalyutadadır və illərdir dilənir. Gör, həmçinin mən. Yoxdur, qazanc yoxdur. Yoxdur bura. Yalandan yəni kripto. Free Bitcoin zad var, oradan yığırıq. Günə bir 10.000 satoshi zad. 50 qəpiyə, 60 qəpiyə satırıq. Deməli, yoldaşlar, artıq bu videonun da sonuna gəldik. Burada Binance-ın işçisi, Gateon'un işçiləri yedizdirir. Mənim adıma söz çıxartma. Zad deyiləm mən. Binance-a satılıb. İftira de, mən Binance-ın adam zad deyiləm. Ona görə Binance-ı Montenegro'ya göndərmişdi.
Cavab ver. Sponsor olmuş. Öz şokuma gelmişdim. Qaqa, mən sponsorum yoxdur. Qaqacan, həqiqi mənada. Məndə də yox. Nə yoxdur, ona görə Binance sənə hər ay pensiya kartı verib 400 neçə dollar yaxın pul çəkirsən. Muhabbət. Hə, Adam birbaşa pensiya kartı. Son olaraq qapanışı sən elə. Mən bax maaş kartı yox, pensiya kartı. Pensiya kartı. Maaşdır, pensiya nə? Məncə pensiya alırsan. Qazi qardaşımıza Evet. bilet lazım görürdü, Formula 1'de. Biz sizə bu kripto üzərindən gedir də hər şey. Bugün Azərbaycan olmağına çoxdan tanışırıq. 2018 olardı da. 2019. 18 olardı. Sən nə zaman belə tanışdıq günümüzü Hələ olardı. heç vaxt unutmursan. Unutmuram. Bəli. O vaxtdan bəri də elə bu işdəyik. Hə? Bu da fəaliyyət. Ancaq Yəni bu. də adama məsələn aya bir 300-500 qazanır, dolanırıq da bir tər, düzdür? Elədir. Cəmaət məsələn milyon qazanır, 300-500 dolanışıq çıxır. Və KFC gör nə restorandır ki. Yəni KFC yox, ay savadsız, kıfıc. Kıfıc? Kıfıcı. Mən KFC bilirəm. Budur, 3 manat, 5 manat. Budur, dolanışığımız budur. Elədir. Sən bilirsənmi KFC-dir, bu McDonald's-dır. Bu Amerikada bombuşlar yeyir. Xəbərin var sən? Eşitdin onu? İndi biz Azərbaycan boğmuyuq. Küçədə qalanlar var, hepsi. Zarafat. Zarafat eşitdin son faktör. Birin bileti 6000 manat, birin bileti 4000 manat. İkimizin bileti toplamda Olunca deyir. 20 uşaqlar bu videoya 20.000 xərc çəkir. Manat da. Ha, qazan. Qapanışı elə yekunlaşdılar. Necə qapanır? Necə qapıyaq, bilmirəm. Sən həmişə necə qapıyırsan? Videonu necə yekunlaşdırırsan? İnşallah video like eləyin. Kanala abunə olun. Bu da kriptografın uşaqlar kanalının linkini aşağı Kanallara atacağım. abunə olun, bəli. Kriptoya dəstək, bizə dəstək çıxın. Bizə dəstək çıxın ki, biz də yeni nəsə tapaq çıxardaq. Düzdür? Bizə dəstək çıxın ki, biz gələn dəfə McDonald's-a gedə bilək. Abunəçi olmayan olsa biz niyə bilərik ki? Düzdür? Nə mənası var ki bu video? Elədir. Düzdür? Ona görə də abunəçi maksimum lazımdır. Bu da bilmirəm nədir, prost deyir. Strips'li nədir ondandır, yeyirik. Şuraq, millət sağ olun, öpürəm var olun, sevgi ilə qalın, Kripto Azərbaycanla qalın.